Belə hesablayıram ki, Həzrəti İsa peyğəmbərin yaşadığı birinci əsrdə yeniliklərin, eyni zamanda dağıntıların gəldiyi dövrə təsadüf edibmiş. Bunu görkəmli fransız tarixçisi, filosofu və ədəbiyyatçısı, Bibliya mətnlərinin əla bilicisi Joseph Ernest Renan'ın Antikrist əsərindən bilirik. O yazır: Birinci yüzillik ərzində yer planetinin özü güclü dəyişiklik və çevrilişlərin qurbanı olmuşdu. Planetin bütün əhalisi sanki ağlını itirmiş vəziyyətdə idi. Planetin özü isə elə bil ki, möhkəm sürətdə sarsılmışdı və uzun müddətə tab gətirə bilməzdi. Hər yerdə bədbəxtlik və insanların düşündüyü Allah bəlası səciyyəli təbiət hadisələri baş verirdi. Hamı əmin idi ki, heç zaman eşitmədiyi nəyin isə ərəfəsindədir. Zamanın və möcüzələrin cəza tədbirlərinə inam ümumi idi. Bütünlüklə hamı meteorlarla, göy cisimləri ilə maraqlanırdı. Ulduz yağışları dərin təəssürat yaradırdı. Kometlər, gün və ay tutulmaları, yalançı günəşlər, şimal parıltısı, qanlı yağışlar haqqında, öz axınını əksinə dəyişən çaylar haqqında, qanla boyanmış kiçik çaylar haqqındakı söz-söhbətlər səngimirdi. Hökmdar Neronun ölümü ilə saraylar arası müharibələr dövrü başlandı. Hər yerdə qan su yerinə axırdı. Qalliyada Vindex və Virginia legionları arasında olan mübarizə dəhşətli idi. Qalliya ölçüyə sığmaz qırğın teatr idi. Corvulonun Parfiyanlarla müharibəsi də həmçinin fövqəladə ölümdaşıyıcı xarakterdə idi. Gələcəkdə daha pis şeylər gözlənilirdi. Tezliklə Bedriaka və Kremona çölləri qanla suvarılacaqdı. Hər sirk cəhənnəmə dönmüşdü. Onlarda zorakılıqlar, işgəncələr mövcud idi. Hərbçilərin və vətəndaşların əxlaqı, zalımlığı yer üzündən mərhəməti qovmuşdu. Öz sığınacaqlarının dərinliyinə çəkilən xristianlar, şübhəsiz ki, artıq öz aralarında İsa peyğəmbərə aid edilən sözləri təkrar edirdilər. Həqiqətən qətillərə aclıq da əlavə olundu. 68-ci ildə İskəndəriyyədən gətirilən taxıl çörək üçün çatışmırdı. 69-cu ilin martında Tiber çayının böyük dağıdıcılığı ilə daşqını baş verdi. Bu bədbəxt hadisə çox dəhşətli idi. Dənizin qəflətən qalxıb sahil zolaqlarını basması Likiyanı matəmə bürüdü. 65-ci ildə Romaya dəhşətli taun üz verdi. Bundan bahar ərzində 30 min adam məhv oldu. Həmin ildə bütün dünya Lyondakı qorxunc yanğın haqqında danışırdı. Kampaniya isə fırtına və güclü külək burulğanları ilə boşaldıldı. Belə ki, bu bədbəxt hadisə Roma şəhərinin qapılarına qədər bütün ölkəni əhatə etdi. Sanki bütün təbiət qanunları pozulmuşdu. Qorxunc fırtınalar coşurdu və hər yeri dəhşət bürüyürdü. Lakin hər şeydən çox diqqəti zəlzələlər cəlb edirdi. Yer kürəsi mənəvi dünyada baş verən sarsıntılara paralel olaraq baş verən sarsıntılar keçirmişdi. Elə bil ki, yer və bəşəriyyət eyni zamanda qızdırmaya, titrətməyə məruz qalmışdı. Xalq hərəkatları geniş vüsət almışdı. Lakin bundan da əfsəl, bütün təbiət hadisələrinin içərisində zəlzələ insanı hər şeydən çox idarə olunmaz qüvvələr qarşısında tabe olmağa məcbur edirdi. Zəlzələlər 1-ci əsrdə tüğyan etdiyi kimi sonralar tez-tez təkrar olunmuyor. Vezuvi özünün 79-cu ildəki qorxunc püskürməsini hələ hazırlayırdı. 5 fevral 63-cü ildə Pompeya şəhəri demək olar ki, zəlzələ ilə tam dağıldı. Əhalinin əksər hissəsi şəhərə qayıtmaq istəmədi. Vezuvi hələlik sakit olsa da, Neapoldan qərbə doğru Flegrei çölləri adı altında tam vulkanik vilayət təşkil edən kraterlər seriyası hər tərəfə alovun izlərini büruzə verirdi.
Digər yerlərdəki vulkanlar da dəhşətli anları xatırladırdı. Və nəhayət zəlzələlər təkcə İtaliyada deyil, Aralıq dənizin sahillərinin bütün hissələrində baş verirdi. 2 əsr ərzində Kiçik Asiyada daima torpağın silkələnməsi baş verirdi. Şəhəri salıb qurtaran kimi onu yenidən düzəltmək lazım gəlirdi. Bəzi yerlərdə, necə ki, məsələn, Filadelfiyada titrəyişlər demək olar ki, hər gün müşahidə edilirdi. Tralles daima qaynama vəziyyətində idi. Evlər üçün müvəqqəti damdaş sistemi düşünüb tapırdılar. 17-ci ildə Timola və Messogisa vilayətində 14 şəhər dağılmışdı. Bu o vaxta qədər ən qorxunc fəlakət idi. 23-cü, 33-cü, 37-ci, 46-cı, 51-ci, 53-cü illərdə Yunanistanda, Asiyada, İtaliyada qismən fəlakətlər baş vermişdi. Nəhayət 59-cu ildən başlayaraq demək olar ki, hansısa 60-cı ildə Lika çayının vadisi, onun Laodikeyey, Kolossami xristian şəhərləri ilə birlikdə xüsusilə tələfata məruz qaldı. Asiyada zəlzələlər hər yerə dəhşət yayırdı. Onlar haqqında bütün dünyada danışırdılar. Həm də az sayda adam var idi ki, bütün bu hallarda Allahın qəzəbinə düçar olmamışdı. Bütün bunlar içərisində xristian təsəvvürünün güclü oyanması baş verirdi. Mümkündürmü ki, fiziki və mənəvi dünyanın belə dağıntısını görərək iman gətirən möminlər nə vaxtsa çığırmayaydılar. Maranafa, Maranafa, bizim Allahımız gürlüyür, bizim Allahımız yaxındadır. Onlara elə gəlirdi ki, yer kürəsi uçulur və onlar elə bir anı gözləyirdilər ki, şahlar, qüvvətlilər, varlılar qışqıraraq qaça-qaça müraciət edəcəklər. Dağlar, üzərimizə tökülün, təpələr, bizi örtün. Həm də onlar fikirləşirdilər ki, axı bütün bu fəlakətlər haqqında İsa Peyğəmbər bizə əvvəlcədən söyləmişdi. Bu tarixi proseslər eynilikdədirlər. Böyük Yaradan deyir, göndərilənlərim göndərilər, bəşər arasına göndərilər. Bəşər özündən, bəşər bəşərdən uzaq olduqca kainatlardan məndən kömək dilər. Bəşər qaranlıqlar arasına qaranlıqlar topladıqca göndərilənlərim göndərilər. Bəşər məkana qan gətirər, bəla gətirər, dağıdıcılıq gətirər. Ruzi qədərlərindən ruzisizliklər gətirər. Bəşəriyyət məndən kömək dilər. Mən görər, mən eşidərəm. Cəm yaranışı eşidərəm. Bəşəri bəşərə deyən göndərərəm. Elmlərə elmlər göndərərəm. Paçlıqla, müqəddəsliklə göndərərəm. Bu bəlalardan bəşərin azad olması üçün böyük Yaradan xəbərdarlıq göndərir ki, etməyin. Zərdüşt əleyhissalam da gələndə bu cürdür. Həddindən artıq ehtiyac içində. Heç kimlə yola getmirdi. İndiki dövrdə torpaq davaları gedir. Ərazilər uğrunda müharibələr gedir. Zərdüşt dövründə isə çayların, suların üstündə davalar gedirdi. Körfəzlər müharibələri, tartışmaları gedirdi.